Üçüncü dövr relikt bitki sayılan dəmir ağacı cənub bölgəsində ümumilikdə meşələrin 7-8%-ni təşkil edir. Soyuğa davamlı olan bu bitki torpağa qarşı tələbkardır. Yeganə ağacdır ki, yanvar ayından başlayaraq çiçəkləyir və yetişmiş toxumlarını 10-12 metr kənara atır. Bu da onun yayılmasında mühüm rol oynayır. Dəniz sahillərindən başlamış 500-600 metr dəniz səviyyəsində yüksəkliyə qədər dəmir ağacı kütləvi şəkildə yayıla bilər. Onun şəraiti var. Hündürlüyü ağacın adətən 14-16, bəzən 18 olur. Təxminən 200 il ömrü olan dəmir ağacı Lənkəran meşələrində əsasən palıd və vələslə qarışıq halda bitir. Cənub bölgəsinin incisi sayılan dəmir ağacı bitkisi inkişafının müəyyən dövründə gördüyünüz kimi belə budaqları birləşərək şəbəkə yaradır. Bu zaman qarşılaşdığımız digər maraqlı fakt isə o oldu ki, dəmir ağacı nəinki öz, hətta başqa ağacın budaqları ilə də birləşə bilir. Ola bilər, məsəl üçün bir gövdə zədələnir və s. Sıradan çıxırsa, digər gövdələr, onunla əlaqəli olan gövdələr onun deməli ağacın salamat qalmış hissələrini demək olar ki, tamamilə qidalı maddələrlə təmin etməyə qadirdir. Dəmir ağacı möhkəm oduncağa malik olduğundan əsasən telefon və elektrik dirəkləri üçün maşın və alətlərin bəzi hissələrinin hazırlanmasında istifadə olunur. Elə materialın möhkəmliyi səbəbindən bir vaxtlar ondan gəmi və maşın qayrımada, toxuculuqda geniş istifadə ediblər. Tikintidə isə demək olar ki, istifadə edilməyib, çünki gövdəsi nadir hallarda düz olur. Digər ağaclardan fərqli xüsusiyyətlərindən biri də suda batmasıdır. Oduncaq kimi çox qiymətli hesab olunsa da, ciddi mühafizə olunduğundan adı qırmızı kitaba düşən dəmir ağacının kəsilməsi qəti qadağandır. Nuranə Tərlan qızı, İmran İqbaloğlu, Lənkəran.